Azərbaycanda ilk dəfə olaraq Yaponiya hökumətinin ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı çərçivəsində Göyçay şəhərində məktəblərin gigiyenik şəraitinin yaxşılaşdırılması layihəsi üzrə müqavilənin imzalanma mərasimi keçirilib. Bununla bağlı Yaponiyanın ölkəmizdəki səfiri Sushike Watanabe Göyçayda olub. Layihə çərçivəsində Göyçay şəhər 6 saylı orta məktəbdə və internat məktəbində yeni sanitariya qovşağı tikilərək müəllim və şagirdlər üçün yüksək səviyyədə gigiyenik şərait yaradılacaq. Bu, Yaponiya Səfirliyinin, BMT-nin Uşaqlara Yardım Fondu və Valideyn Müəllim Assosiasiyasının birgə həyata keçirdiyi pilot layihədir. Ümumi dəyəri $123.342 olan sınaq layihənin uğurundan asılı olaraq gələcəkdə Azərbaycanın digər rayonlarında da bu cür işlərin həyata keçirilməsi planlaşdırılır. Bu layihə çərçivəsində müasir sanitariya gigiyenik standartlara cavab verən sanitar qovşaqların və hamamın tikilməsi, onların davamlı olaraq isti və soyuq su ilə təmin olunması, uşaqların bu sahədə maarifləndirilməsi üçün görüşlərin keçirilməsi, müəllim kitabçalarının paylanılması, fiziki qüsurlu şagirdlər üçün zəruri şəraitin yaradılması nəzərdə tutulur. Qeyd edək ki, Yaponiya hökumətinin ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı çərçivəsində bugünədək Göyçay rayonunda sel və daşqınların nəticələrinin aradan qaldırılması, şəhərin su təchizatı sisteminin yaxşılaşdırılması, Alpoud kənd məktəbi üçün yeni binanın tikintisi, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının inzibati binasının əsaslı təmiri və məktəblərin gigiyenik şəraitinin yaxşılaşdırılması üçün ümumilikdə $444.203 vəsait ayrılıb. Construction of the new toilet at the two schools of this district. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən ilk sınaq layihədir, pilot layihəsidir və bu layihə özündə əsas etibarı ilə sanitar su və sanitariya qovşaqlarının tikintisini özündə əks elətdirir. We're very pleased to be able to be working together with the Embassy of Japan in this innovative project. Bu innovativ layihənin həyata keçirilməsində Yaponiya hökuməti ilə əməkdaşlıqdan məmnunluğumuzu duyuruq. And we each bring our background and our strengths to this project. Və biz bu layihənin həyata keçirilməsində öz güclü tərəflərimizi bir araya gətiririk.